Mən başa düşmürəm. Bu qız yiyəsizdir, bu qızın qardaşı yoxdur. O nə deməkdir? Baxmağa gəlirlər. Bir gəlib qardaşından soruşmazlar, danışmazlar qardaşıyla. Ədə deyəndə ta gəlib də nağar ata belə alındı da ta belə Hə, alındı. qoy gəlsin mən bilirəm onun nətər danışacaq. Qırılıb kötü. Aftları bırakılması dedim qardaş o qoy deyəndə. gəlsin. Sabit balası Allah yavaş yavaş söhbət edirlər, yaxşı? Az küçük keç belə. Deməli sən mənim bacımı istəyirsən. İstəyirəm qardaş, inşallah bu yaxınlarda da ailə həyatı qurmaq. Hə, qurayla gözəl şeydir. Amma bilsən də bizim gözümüzün ağı qarası bir dənə bacımız var. Bilirəm. O bacımızı da biz sənə verdik, amma şərtlərimiz olacaq qardaş. Bax, bacım əlinə telefon istəyirdi, alanmamışam. Onun üçün bir dənə iPhone 17 alırsan. Şəhərin mərkəzində bir dənə ev alırsınız, geniş olsun, anam da sizdən qalsın, mən evim balazım, mən burada tək qalacam. Sonra qızı hər dəfə mollara aparmalısın, shoppinglərə aparmalısın. Qız 30 ildə Bakıdan qırağa çıxmayıb. Sən onu hər ay aparırsan fərqli xarici ölkələrə. Bir də bu yaxınlarda mən öz toyumda olacaq. Mən qırqızımı sən alasın. Bir dəqiqə deyən görməyim. Mən sən bacı uzadı almıram. Mən özüm Grand Avtokreditdə işləyirəm. Heç bu qədər şərt qoymuruq biz. Maşına gəlsən 2 dəqiqə format eləyirlər, çıxıb gedirsən. Nömrəsi saat da üstündə qalır. Almıram mən sən bacı. Get özü başqa loxda. Qaqa bu niyə getdi? Deyir, mamam Gülkətdən qız bəyənib mənsin. Bir qərib adamdır, bəyəniblə getir, tapına nə edəcək?